Kör Adam macərası arasında ASTV-də daha da maraqlı olur. Çünki biz hamımızın Azərbaycanda təxminən 50 minə yaxın ovçu var. Ovçuların gözlədiyi bax bu məqam çatdı. O mövsümü açıq elan edildi. Və ovda nələr etmək lazımdır? Ovda necə davranmaq lazımdır? Həm silahla, həm o qayıqda, həm o durduğunuz yerdə belə insanlar bir-birindən nə qədər, ovçular bir-birindən nə qədər aralı durmalıdır, ya məsafə necə olmalıdır? Bunlar haqqında biz sizdə Sarısuda görüşəcəyik. Sarısuda mən sizə bunun haqqında ətraflı məlumat verəcəm və yolumuza davam edək. Namcı, zəhmət olmasa mənim bu fişənglərimi, patronlarımı, bunlar fişəng deyil, biz patron deyil, yəni Türkiyədə buna fişəng deyirlər. Bir dənə də onu vurğulayım ki, Kamal müəllim, siz bayaq düz doğru soruşdunuz ki, bu aylarda hansı nömrələrdən istifadə olunur? Onu düzgün seçim etsələr, nə təbiətə ziyan vurmazlar, yəni quşlar yaralı qalmaz. O baxımdan yəni doğru seçim etsinlər ki, həm ovları gözəl keçsin, həm də deyir, ən pisi odur ki, məsafəni düz seçməyib quşa atış etmək. Mən yerində göstərəcəm, çünki hər gələn quşu da atmaq olmaz, çünki əslində ovçu bilməlidir, hansı quşu ovlamaq, hansı quş qadağandır, hansı quş ümumən ov etmək, o quşu ovlamaq olmaz. Çünki ovçu ilk öncə quşları tanımalıdır. Hətta yaz aylarında, əsasən Rusiyada olur bu, yaz aylarında hansı erkək quşu ovlayırlar, dişi quşa belə göl atmırlar. Onu da bilmək üçün nə yemək lazımdır? Ovu dərindən. O böyük bir elmdir. Biz də sizə minnətdarımızı bildiririk ki, belə maarifləndirici videolar çəkirsiniz, hər kəsi maarifləndirirsiniz. Çox sağ olun. Sizi bizim mağazamızda görmək bizim üçün şərəfdir. İnşallah yaxın zamanlarda tez-tez sizinlə rastlaşarıq. Həm ovda, həm mağazamızda. Sağ olun, xoş olduq. Heç nə, biz indi patronlarımızı götürüb yolumuza davam edirik. Yəni, gecə olarlar, ya da səhər-səhər biz gedirik Sarısuya. Hərbi Ovçuluq İttifaqının Sarısu gölünə girişində yerləşən bu məkan Azərbaycanda dediyim kimi quşların ən çox toplaşdığı bir məkandır.